Məhz bu Pullu Dəmirov, yəni psoriazis adı ilə bildiyimiz bu xəstəliyin əsas yaranma səbəbləri nədir? Yəni səbəblərdən götürülür genetik meyillilik pasientin, sonrasında isə burada psixoemosional vəziyyət, stress, gərginlik, həyat tərzi, bəzi xəstəliklərin yanaşı getməsi, bu xəstəlik yuxusuzluq, bu şeylər çox böyük faktor oynayır, amma bunlar dediyim üzrə qıcıqlandırıcı, tətikləyici faktorlardır. Amma başlıca səbəb burada genetika rol oynayır. Pasientlərin bir ailədə əgər nəsildə 30-40% psoriazis varsa, növbəti nəsildə olma riski yüksəlir. Burada bəzən belə deyim, tetikləyicilər içində mədə-bağırsaq da burada rol oynayır, özünü bir üzə verir. Əsasən biz pasientlərə deyirik ki, glikemik indeksi yüksək olan qidalar daha da şiddətləndirir. Xəstəliyi müxtəlif diyetalar təyin olunur xəstəyə uyğun və o diyeta əsnasında həqiqətən də xəstəlik səngiyir. Əlavə olaraq pasientlərdə əgər metabolik sindrom varsa, piylənmə, şəkərli diabet bu xəstəliyin daha da şiddətlənməsinə, daha da ağırlaşmasına gətirib çıxardır. Psoriazisin ən ağır hallarda psoriatik artrit, oynaqların zədələnməsinə gətirib çıxarır.